Allah dostları gedir Allah qapısına hər gecə. Bu iş üçün gedirlər. Gecə yarı nigaran gedirlər ki, ilahi içimdə olmayan məndən gizli pisliklər var, hələ onlardan xəbərim yoxdur. Hələ bildiklərim bunlardır ki, məndə bu var, bu var, bu var. Sonra nələr var gizli qatımda pisliklər xəbərim yoxdur, nigaranam. Əleyhissalam son nəfəsinə qədər nigarandır ki, bəlkə içimdə gizli bir pisliyim var ki, səbəb olacaq mən kafir kimi ölüm. Nauzubillah mən deyirəm. Amma əleyhissalam bu narahatlıqla yaşayır. Əmir əl-müminin. Başına da zərbə dəyəndə deyir, Fusto və Rəbbil Kəbə, and olsun Kəbənin Rəbbinə qurtuldum. Yəni mən əmin oldum ki, içimdə bir pislik qalmayıb ki, imanla ölməyimə mane olacaq. Artıq bildim bunu.